Salam əziz izləyicilər. Bugün bir naşnik incələməsi eləyəcəyik. Həmişəki olduğu kimi ANC, ENC dəstəkli bir naşnikimiz var əlimizdə. Mən açıb bunu əvvəldən test eləmişəm. Sizlər üçün bir daha bunu test eləyəcəm. Yəni gördüyünüz kimi parametrlərinə baxanda HD, stand with time 10-15 metrə qədər tutma səviyyəsidir. Görünüşü belədir. İçindən bir ədəd kağız. Bildiyiniz kimi. Modelin adı isə BE09. Bir ədəd içindən Type-C kabel. Gördüyünüz kimi və naşnikin özü çıxır. Bildiyiniz kimi sensor ekranlıdır bu naşniklər. Gördüyünüz kimi bu vəziyyətdədir. Sensoruna gəldikdə isə sensoru çox həddindən artıq zəif işləyir. Yəni gördüyünüz kimi tutula dona işləyir. Mən sizə parametrlərini göstərməkdə biraz çətinlik çəkirəm. Hal-hazırda sensoru zəif olduğuna görə mən sizə parametrlərini o qədər də göstərə bilmirəm. Amma mesaj bölməsi var, kamera bölməsi var, kameranın kontrol idarə edilməsi var, hava haqqında var. Belə tipli menülər var burada. Yəni mən hal-hazırda sizə sensoru zəif işlədiyinə görə göstərə bilmirəm hal-hazırda. Yəni səs səviyyəsinə gəldikdə də belə deyim ki, yəni o qədər də yüksək səs səviyyəsinə malik bir naşnik deyil. Yəni belə deyim, almağa dəyməz. Yəni gördüyünüz kimi sensorda həddindən artıq zəif işləyir. Mən sizə bu funksiyalarını göstərə bilmirəm hal-hazırda. Belə deyim də, sistem menüsü var, görüntüləmək var, duvar kağıdını dəyişmək var, tema var, zaman ayarlaması var, şifrə qoymaq olur. Yəni belə bir funksiyalar var hal-hazırda. Yəni incələməsi bu qədər idi. Yəni bildiyiniz kimi səsdə belə bir şeydir. Gördüyünüz kimi incələmə bu qədər idi. Gələn görüşlərə qədər.